Axşamınız xeyir olsun dəyərli tamaşaçılar. 2014-cü ildə ilk efir günümüzdür. Təzəliniz mübarək olsun. Ötən il başladığımız layihəni bu birisi ilə keçirdərək davam etdiririk və bu günlərim bizdə yarın final günüdür. Favorit Production'ın təqdimatında 21 əsr solo saz müsabiqəsidir. Və bugün 3 yarım finalçımız finala çıxmaq uğrunda mübarizə aparır. Gəlin onları bir-bir qarşılayaq. Şəhriyar Şahverdiyev. SMS nömrələri 1 səs üçün 93 211, 10 səs üçün 93 310 və 30 səs üçün 93 230. Telman Kərimov 1 səs üçün 93 212, 10 səs üçün 93 229 və 30 səs üçün 93 250. Və nəhayət 3-cü iştirakçımız Şahin Süleymanov. 1 səs üçün 93 226, 10 səs üçün 93 20, 30 səs üçün 93 30. Sözsüz ki artıq 2 həftədir bizim yarım finalçılar məlumdur. Onlardan biri bu günləri məğlub olacaq, digər ikisi isə finala vəsiqə qazanacaq. Gəlin görək bu 15 gün ərzində gələn səslər necə bölüşübdür. Səs faizlərinə baxaq. İlkin səs faizlərim. Şəhriyar Şahverdiyev 30,82 səs faizi var. Şahin Süleymanov 31,51 səs faizi var və Telman Kərimov xeyli qabaqdadır 37,67 faiz səsə malikdir. Səs verməni açıq elan edirəm, səs göndərə bilərsiniz və keçid alırıq dəyərli münsiflərimizə, onların ifalarına öz fikirlərini dəyərli münsiflərimiz bildirəcəkdir. Alqışlarınızla əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru, dünya musiqi ustası Neymət Qasımlı. Ustad aşığımız, el axsaqqalımız Aşıq Abbas Musaxanoğlu. Tanınmış el aşığı Aşıq Dəmir Gədəbəyli.
Və bu günlərin bizim iki fəxri qonağımız da var. Onlardan birincisi yenə Gədəbəydən təşrif buyurmuş, tanınmış Aşıq Oktay Xanoğludur, alqışlayırıq. Digəri isə Deyişmə 2 layihəsinin qalibi olmuş sevimli aşığımız, Qazaq mahalında ən sevimli aşıqlardan biri Aşıq Şaiq İncəli. Xoş gəlmişsiniz hər biriniz. Abbas müəllim, gəlin bir ağsaqqal kimi sizdən başlayaq. Buyurun, sizin xeyir duanızı işlək. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun, bayramınız mübarək olsun, bu təzə iliniz belə təzə, necə deyərlər, xoş arzularla, belə yaxşı şeylərlə, yaxşı belə pullarla, yaxşı SMS-lərlə gəlsin. Təbrik edirəm bayramınızı, elə sizin də, hamınızın da, bu favorit ansamblının da, lider kanalının da, onun başında duranının da, bütün əməkdaşların hamısının bayramı mübarək olsun. Özü də bizim əzizimiz də lider kanalı, ona görə ki, bu aşıq sənətinə çox böyük yüksək qiymət verir. Bunu dəfələrlə demişik, yeni də deyirik, hər bir vaxtı. Ona görə ki, aşıq sənətinə böyük qiymət verir. Bütün dünyada demək olar ki, bizim aşıq sənətimizi, özümüzü, bir Azərbaycanlı kimi tanıdır bütün dünya, xarici dövlətlərə. Qaldı ki, bizim indi bu iştirakçılara, bu iştirakçılar üçü də güclü iştirakçılardır. Gəlib ki, bu finala çıxıblar hal-hazırda. Doğrudan da elə gözümüz su içən, yəni ki, bizim istədiyimiz iştirakçılardır bunlar üçü də. Amma bu o demək deyil ki, bunlar arxayınlaşsınlar. Elə əsas meydan buradan belədir. Bax, meydan buradan belədir. Mənə qalsa elə bunların üçün də birinci eləmək olar, amma indi elə deyil də, indi xalqın gözü tərəzidir, SMS göndərəcəklər, hər bir kəsin öz istədiyi var. Uğurlar arzulayıram, uğurlu olsunlar. Çox sağ olun Abbas müəllim, çox sağ olun. Nemət müəllim, buyurun siz işləyək. 2014-cü iliniz mübarək olsun, həm sizlərin, həm hörmətli tamaşaçıların. Sizə mən şəxsən öz adımdan, saz sevərlər adından təşəkkür edirəm ki, sazımızı Lider televiziyası vasitəsilə dünya səviyyəsində yayımlayırsınız. Ələxüsus da bu cavanları, onlar üçün böyük şərait yaratdığınıza görə bir daha saz sevərlər adından sizlərə təşəkkür edirəm. Dədə Qorquddan üzü bu yana böyük ustadların, Qurbaninin, Miskin Abdalın, Tufarqanlı Abbasın, Xəstə Qasımın, Ağaşığın, Aşqalının, Aşqaləskərin, Dədə Şəmşirin, elə də bu günümüzün möhtəşəm sənətkarlarının ruhu bugün bizi qədər həm sevincək, həm də gərgindir. Çünki 3 finalçımız var. Təbii ki, istəyirik layiqlisi qalib olsun. Bunların üçün də qalib saymaq olar, artıq bu həddə qədər gəlib çıxıblar. Ancaq istəyərdim ki, xalqımız çox diqqətlə qulaq assın, layiqlisinə səs versin və o ustadların ki, mən adını çəkdim, elə layiqlisinə qoy ustadların ruhu kömək olsun. Sizlərə də sağ olun deyirəm ki, bir daha iştirakçılarımızdan da cəsarətli çıxış gözləyirəm. Çox sağ olun Nemət müəllim və Aşıq Dəmir Gədəbəyli, buyurun. Salamlayıram Lider televiziyası önündə bizi izləyən bütün hər kəsi. Ərz edeyim ki, qulluğunuza 2014-cü ilin əvvəlindən bütün xalqımıza, yurdumuza xoş anlıq, sülh, səadət, gözəllik, saz saflığı arzulayıram. İşləri, canları həmişə saz kimi olsun. Bizim bugünkü iştirakçılar, maşallah, hər üçü dəyəri sənətkardır. Çünki biri Aşıq Ədalət Dağlı kimi ustadın yetirməsidir, Şəhriyar. Birisi Dədə Ədalət Qazaxlı Nəsibov kimi torpağından su içmiş Şahin balamız. Digəri də Telman. Əgər bu iki hünərli sənətkarla yarışırsa, deməli o da böyük hünər sahibidir. Buyurun. Üzr istəyirəm Aşıq Dəmir. Telman da ilk o musiqi təhsilini sazdan, deməli, Nəzakət xanımdan alıb. Nəzakət xanım da Aşıq Ulduzun tələbəsidir. Hə, Aşıq Ulduzun tələbəsidir. O da yəni ki, möhtəşəm bir yerdən dərs alıb. Onda hörmətli televiziya tamaşaçılarının diqqətinə çatdırım ki, bizim bu müsabiqədə yəni amalımız, bizim yolumuz budur ki, sazın böyük imkanlarını xalqa çatdıraq.
xüsusilə demək istəyirəm ki, Lider televiziyasının vasitəsilə sazı bir çox gənclər, cavanlar müasir stildə çox sevirlər və bu layiqli şəkildə davam eləsin. Yalnız layiqli şəkildə. Uğur olsun sizə, hər küsünüzə belə xoş anlar, səadət arzulayıram. Çox sağ olun Dəmir müəllim və verilişimizə biraz gecikən Aşıq Telli Borçalı da gəldi, özünü yetirdi. Xoş gəlmişsiniz Telli xanım, buyurun siz də eşidək. Çox sağ olun, mən biraz təngi nəfəs olmuşam. Bağışlayın, üzr istəyirəm. Bütün bizə baxan tamaşaçılardan. Mən də Lider kanalını salamlayıram, gözəl verilişimizi salamlayıram. Doğrudan darıxmışdım İslam. Həqiqətən, bütün uşaqlara uğurlar arzulayıram. İnşallah, inşallah deyirəm ki, oyun çaparsın. İnşallah yaxşı olar. Hər üçü özü gözəl ifaçılar qalıblar. İndi baxın da Allah ya bilmirəm indi kimə verəcəkdir. Allah xeyir versin, amma mənim burada dəstəklədiyim Şahin var. Məni sevənlər mütləq göndərin Şahini. Dəstəkləyin. Çox sağ olun Telli xanım. Telmalı şəhəri yaradı. Telli xanım çox Sağ sağ olun. olun. Siz Sağ hələ olun. ki nəfəsinizi dərin, biz də yəqin ki ifaları dinləyəcəyik və ifalarda onları müşahidə edəcək. Bax bu gözəl favorit ansamblını gəlin alqışlayaq. Bədii rəhbəri Sazda Anar Səfərovdur. İrəliyən dəqiqələrdə digər üzərində təqdim edəcəm. Mən isə ləngimədən elə ifalara keçmək istəyirəm. İlk olaraq Şəhriyar Şahverdiyevi dəvət edirəm səhnəyə. Xoş gəlmisən Şəhriyar. Şəhriyar üçün səs göndərmək istəyirsinizsə, bir səs üçün 93-211-ə, 10 səs üçün 93-310-a və 30 səs üçün 93-230-a boş SMS göndərməyiniz kifayətdir. Buyur Şəhriyar, eşidirik səni. Çox sağ olun, çox hörmətli İslam müəllim. Bir daha sizlərlə xoş görüşdük bu gözəl axşamda, bu gözəl gündə. Sizlərin hər birinizi salamlayıram. Gözəl müsiflərimizi salamlayıram. Gözəl auditoriyamızı salamlayıram. Bizi televiziya qarşısından izləyən xalqımızı salamlayıram. Və mənə bu yerə çatdırana qədər Minkəndlilərim mənə dəstək olur. Buradan salamlayıram böyük Laçınlarımı, Minkəndlilərimi. Hər birinə buradan salamlayıram. İlham müəllimi buradan salamlayıram. Hər birinizi dəstək gözləyirəm. Hər biriniz var olasınız. İfan nə olacaq? Çırpınırdı Karadəniz. Alqışlayırıq Şəhriyar Şahverdiyev.
Şəhriyar Şahverdiyev və hal-hazırda olan səs faizlərinə nəzər yetiririk. 31,16 səs faizi var Şəhriyarın. Şahin Süleymanov 31,29 səs faizi var və Telman Kərimov 37,55 səs faizi var. Biz ifalar eşidəcəyik, lakin siz səs göndərirsiniz. Reklamlardan sonra digər ifaları eşidəcəyik. Reklamlar. Bir daha axşamınız xeyir olsun dəyərli tamaşaçılar. 21 əsr solo saz müsabiqəsində yarın final günüdür. Bu günlərim 3 iştirakçımız mübarizə aparır və hal-hazırda olan səs faizlərinə nəzər yetiririk. Şəhriyar Şahverdiyev 31,25 səs faizi var. Şahin Süleymanov 31,32 faiz səsi var və Telman Kərimov 37,43 səs faizinə malikdir. Dəstək oluruq hər bir iştirakçıya, çünki bu günlərin məğlub olan iştirakçı layihəni tərk edəcək, digər ikisi isə finala vəsiqə qazanacaqdır və növbəti ifanı dinləmək zamanı gəldi. Beləliklə alqışlarınızla Telman Kərimovu dəvət edirəm. Xoş gəlmişsən Telman. Telmana dəstək olmaq üçün bir səs üçün 93-212-yə, 10 səs üçün 93-229-a və 30 səs üçün 93-250-yə boş SMS göndərməyiniz kifayətdir. Buyur Telman, eşidirik sənin. Axşamınız xeyir olsun. Mən yenə də dəyərli münsiflər heyətini salamlayıram. Çox sağ olun ki, bizə dəstək olmaq üçün gəlib əziyyət çəkib oturmuşsunuz. İslam müəllim, sizi salamlayıram və Lider kanalın çox minnətdarlığımı bildirirəm. Və mən yaşadığım Qobustan rayonunun Təklə kəndindən bütün Kərimovlardan səsləyirəm, bütün ailədən, bütün cəmaatdan səsləyirəm və başda Nazar babam və Noğul nənəm olmaq şərti ilə bütün hamı mənə dəstək olur, təvəkkül yəməyəzdə hamısına öz təşəkkürümü bildirirəm. Və atamın yaxın dostu olan Abşeron rayonunun Gigiyana və Eftemologiya Mərkəzinin direktoru Məhərrəm Əm və onun oğlanları İlqar və Rəşad qardaşım sizə mənə dəstək olurlar. Çox sağ olun, minnətdaram. İfam nə olacaq? İfam Şirvanlar hamısı mənə zəng eləyir ki, Şirvan şəhsəsi bir dənə o da. Alqışlayırıq Telman Kərimov.
Telman Kərimov və hal-hazırda olan səs faizlərini nəzərə yetiririk. Şəhriyar Şahverdiyev 31,24 səs faizi var. Şahin Süleymanov 31,18 səs faizi var və Telman Kərimov 37,58 səs faizi var. Alqışlayırıq hər üç iştirakçımızı. Onlara SMS-ə dəstək oluruq və nəhayət bugün üçün üçüncü iştirakçımız Şahin Qazaxlı gəlir. Şahin Süleymanov üçün dəstək olmaq istəyirsinizsə 1 səs üçün 93-226-ya, 10 səs üçün 93-20-yə və 30 səs üçün 93-30-a boş SMS göndərməyiniz kifayətdir. Eşdirik səni. Salam, hər vaxtınız xeyir. Əziz və hörmətli tamaşaçılar, dəyərli münsiflər heyəti və Azərbaycan xalqı. Hər bir kəsə öz minnətdarlığımı bildirirəm, mənə dəstək olan ayrı-ayrılıqda hər bir kəsə. Və mən Qazaxlılardan dəstək gözləyirəm. Ustad aşığımız Aşıq Ədalət Nəsibovu salamlayıram. Bizi ekran qarşısında izləyir. Allah can sağlığı versin və onu sevənlərdən dəstək gözləyirəm. Qazax rayon icra hakimiyyəti Ayaz müəllim başda olmaqla bütün şəxsi heyətdən dəstək gözləyirəm. Allah hamısına can sağlığı versin və telli borsalı sevənlərdən dəstək gözləyirəm. İfan nə olacaq Şahin? İfan baş sartel olacaq. Şahin Süleymanovun ifasında baş sartel. Alqışlayırıq.
Şahin Süleymanov. Və hal-hazırda olan səs faizləri 31,55 səs faizi Şəhriyar Şahverdiyevdədir. 31,61 səs faizi Şahin Süleymanovdadır və 36,84 səs faizi Telman Kərimovdadır. Alqışlayırıq hər üç iştirakçını. Doğrudan da gözəl ifalar idi və növbəti ifanı dinləmək istəyərdik. Növbə Şəhriyar Şahverdiyevdir. Şəhriyar hazırlaş, yəqin ki sazı köhləyirsən. Səs faizləri dəyişdi və 31,36 səs faizi Şəhriyar Şahverdiyevdədir. 32,2 səs faizi Şahin Süleymanovdadır və 36,62 səs faizi Telman Kərimovdadır. Səs göndəririk, dəstək oluruq. Çünki bu iştirakçılar finalın bir addımlığındadır. Onlara sizin səsiniz doğrudan da lazımdır. Şəhriyar, buyur, eşidirik səni. Çox sağ olun, çox hörmətli İslam müəllim. Bir daha hər birinizə salamlayıram. Hər birinizə salamlayıram. Azərbaycan xalqından dəstək gözləyirəm. Ağdam rayonunun gözəl Qaryağdı müəllimdən dəstək gözləyirəm. Hər biriniz. Ceyhun əmdən səs gözləyirəm. Buradan bizi izləyir. Var olsun deyirəm. Allah hər birinizə can sağlığı versin. Və doğrudan da mənim üstümdə böyük əmək olan Ustad Ədalət Dəldağını salamlayıram buradan. Eşq olsun Ədalət Dəldağlıya. Bizi izləyir, sizlərə salamını çatdırıram hər birinizin. Var olsun. Növbəti havamda təksən səslə məni. Harada olsam gələrəm. Şəhriyar Şahverdiyev, alqışlayırıq.
Şəhriyar Şahverdiyev və hal-hazırda olan səs faizlərini nəzərə yetiririk. Şəhriyar Şahverdiyevdə 31,56 səs faizi var. Şahin Süleymanovda 31,96 səs faizi var və Telman Kərimovda 36,48 səs faizi var. Unutmayın ki, bugün yarım final günüdür. Məğlub olan iştirakçı layihəni tərk edir. Digər iki iştirakçımız isə finala vəsiqə qazanır və növbəti ifanı eşidəcəyik. Telman Kərimovdan. Buyur Telman, gəl. Telmana dəstək olmaq üçün bir səs üçün 93-212, 10 səs üçün 93-229-a və 30 səs üçün 93-250-yə boş SMS göndərməyiniz kifayətdir. Buyur, eşidirik. Və mən Siyəzən rayonunun Hacı Qəhrəman əmidən səsləyirəm və oğlanların Rəşad və Nərman qardaş əmilərim mənə dəstək olurlar. Ona görə onlara can sağlığı, uzun ömür bildirəm. Və Siyəzən rayonunun yaxın dostumuz olan Mastan Taliyerdən Hikmət əmlərimdən səsləyirəm. Və Quba rayonunun Yelfi kəndindən Vaqif dayı məni dəstəkləyir və Natiq əmi hamısına öz təşəkkürümü bildirirəm. Və bütün mən Şirvan əhlindən səsləyirəm. Ustad sənətkarımız Aşığı Abbas Musaqanoğlu'nu sevənlərdən dəstək istəyirəm. Çox sağ ol, Telman Kərimov, alqışlayırıq. Telman Kərimov və ifasından sonra səs faizlərinə baxırıq. 36,26 səs faizi ilə Telman Kərimov öndədir. Verilişin əvvəlindən lap bəri liderliyi əlinə alaraq təhvil vermir. Alqışlayırıq Telman Kərimovu.
Şahin Süleymanov 31,77 səs faizi var. Şəhriyar Şahverdiyev 31,96 səs faizi var. Göründüyü kimi Şahin bu dəqiqə sondadır. Şəhriyar isə demək olar ki ona yaxındır. Dəyərli tamaşaçılar, unutmayın ki yarın final günüdür. Finalın bir addımlığındadılar. Hər bir səsə onların ehtiyacı var. Səs göndərin. Biz isə reklamlara ayrılırıq. Reklamlar. Bir daha axşamınız xeyir olsun dəyərli tamaşaçılar. 21 əsr solo saz müsabiqəsində yarın final günüdür. Bugün 3 iştirakçımız mübarizə aparır. Onlardan biri məğlub olaraqla, yəni tərk edəcəkdir. Digər ikisi isə finala vəsiqə qazanır. Demək olar ki, finalın bir addımlığında səs faizləri belə bölünübdür. Şəhriyar Şahverdiyev 32,5 səs faizi var. Şahin Süleymanov 31,73 səs faizi var və Telman Kərimov 36,22 səs faizi var. İki iştirakçıdan 2 hava dinlədik, lakin Şahin cəmi bir hava ifa etdi. Odur ki, Şahin gəl, növbə sənindir. Şahinə dəstək olmaq üçün bir səs üçün 93-226-ya, 10 səs üçün 93-20-yə və 30 səs üçün 93-30-a boş SMS göndərməyiniz kifayət edir. Buyur Şahin, səni eşidirik. Çox sağ olun İslam müəllim. Mən də Əhməd müəllim Vəliyevdən dəstək gözləyirəm. Kamal Qazaxıldan dəstək gözləyirəm. Fikrət müəllimdən dəstək gözləyirəm. Nef şirkətindən dəstək gözləyirəm, Aynur xanımdan dəstək gözləyirəm və məni sevənlərdən dəstək gözləyirəm. Və qardaşlara da can sağlığı arzulayıram. Bizim əziyyətimizi çəkirlər neçə həftələrdir. Alqışlayırıq favorit ansamblını. Və Rəhim müəllimdən dəstək gözləyirəm. Təmiz şəhərdən dəstək gözləyirəm. İfan nə olacaq? İfam xalq mansı olacaq. Gözəl bəstəkarımız Cahangir Cahangirov musiqisi. Sözləri Molla Pənah Vaqif, durnalar. Alqışlayırıq. Şahin Qazaxlı.
Şahin Süleymanov. Şahin, bu alqışlar sənindir. Və hal-hazırda olan səs faizləri birinci yerdə 35,96 səs faizi ilə Telman Kərimovdur. İkinci səs faizləri dəyişdi. Demək olar ki, artıq bərabərləşdi. Səhv etmirəmsə. Telman Kərimov 32,89. Yox, orada səhvlik var. Qoy dəqiqləşdirsinlər. Dəqiqləşdirsinlər. Nəticələr hesablanacaqdır. Gəlin alqışlayaq bizim hər 3 iştirakçımızı. Və nəzərinizə çatdırım ki, dəyərli tamaşaçılar, onlar finalın bir addımlığındadır. Bu günlərim məğlub olan iştirakçı layihəni tərk edəcək və səs faizləri düzəldi. Birinci yerdə 35,89 səs faizi ilə Telman Kərimovdur. İkinci Şahin Süleymanov 32,9 səs faizi var və Şəhriyar Şahverdiyev üçüncü yerdə də 32,2 səs faizi var. Səs verməmiz davam edir. Aktiv olun, səs göndərin. Unutmayın ki, verilişimizin sonlarına doğru gedirik və hər bir səs həll edici ola bilər. Siz səs göndərirsiniz. Biz isə burada bax bu gözəl favorit ansamblını alqışlayırıq. Favorit ansamblı öz gözəl müşayiəti ilə bizim iştirakçıları müşayiət edir və doğrudan da alqışa layiqdirlər. Və dəyərli tamaşaçılar, bax bu gözəl ifaları ümumiyyətlə Favorit Production'ın digər layihələrində, 21 əsr solo saz müsabiqəsində yenidən izləmək istəyirsinizsə, internet üzərindən bizim internet ünvanlarımıza baş vura bilərsiniz. 3w.favorit-tv.com və yaxud da 3w.favorittv.az saytlarına müraciət edərək Favorit Production'ın bütün layihələri ilə tanış ola bilərsiniz, yenidən izləyə bilərsiniz. Hətta pulsuz elanları da yerləşdirə bilərsiniz. Həmçinin öz fikir və iradlarınızı layihələrinizlə bağlı bölüşə bilərsiniz və Favorit Production, onda qeyd edim ki, bax bu 2014-cü ildə yeni layihələrlə sizin görüşünüzə gələcəkdir. İrəlidə çox gözəl layihələrimiz var, yaxın günlərdə görəcəksiniz və sözsüz ki, bax bu bizim zalda əyləşən tamaşaçılarımız və dəyərli müsiblər hamı Aşıq Vüqar Mahmudoğlu'nu tanıyır da. Gəlin alqışlayaq Aşıq Vüqar Mahmudoğlu'nu. Aşıq Vüqar Mahmudoğlu hal-hazırda oturub bizi izləyir ekran qarşısından. Bu günlərim onların ailələrində də əlamətlər bir gündür. Onun qardaşı Anar bəyin gözəl balası, qızı İnci balamızın 3 yaşı tamam olur. Təbrik edirik öz adımdan, Favorit Ansambl adından, Favorit Production adından, dəyərli müsiblərimizin adından Vüqar müəllim. Allah boya başa can versin. Təbrik edirik bir daha. Şəxsi təbriklərimi də yəqin ki, efirdən sonra deyəcəm və mənə belə gəlir ki, artıq dəyərli müsiblərimizin fikirlərini öyrənmək zamanıdır. Telexam, sizdən başlayacağım. Buyurun. Demək, İslam çox çətindir, doğrudan, həqiqətən. Hər üçü çox yaxşı ifaçıdır, doğrudan mən deyim ki, amma deyirəm ki, yaxşı ifa eləyən, yəni haqla olsa çox gözəl olar, baxmayaraq ki, ona bu SMS-dir. Yəni kimin SMS-i çox olacaqdır, o da udacaq, Allah xeyir versin. Amma demək istəyirəm ki, Şahin 2 dənə hava çaldı, ikisi də çox super idi. Çox gözəl idi, bir möhkəm alqışlayağın onu, çox gözəl idi. Şahin, sən təbrik eləyirəm, Qazaxlılara da deyirəm ki, əhsən sizə, bax belə gözəl aşıq yetirməniz var. Halal olsun sizlərə Qazaxlılar. Sizdən səs gözləyirik. Şəhriyar, o qədər gözəl sənin şeirlərin də. İndi nə yaxşı şeir demirsən, bilmirəm, yoxdur. Hə, şeir demək, hə. O da yoxdur. Amma sən də çox gözəl. Olmaz, artıq yarım sən də çox gözəl ifa elədin, gözəl mahnılar ifa elədin. Doğrudan sizi bir-birinizdən seçmək qeyri-mümkündür. Doğrudan, indi yenə deyirəm, bu SMS-dir. Kim udar. Sənə də uğurlar arzulayıram. Telman, sən də ki, sakit otur ha. Bax, birinciliyi tutubsan orada hamısı. Allah haqqı, mən sənə də can sağlıq arzulayıram. Sənətində uğurlar arzulayıram. Amma doğrudan əhsən ki, Şirvandan belə gözəl. Görürsən də, Abbas müəllim? Şirvandır. Xəyalımda dağ aşaram, düzü Şirvana. Könlümdə ocaq qalaram, közü Şirvana. Sinəm üstə odu çəkən, dostu çəkən, yadı çəkən. Heç bilmirəm nədir çəkən bizi Şirvana. Ay Fərqanə, demə nə qəm. Yenə sözlə dolub sinən, bastırarsız məni ölsəm, üzü
Şirvana. Eşq olsun. Çox sağ Hər olun. birinizi öpürəm, uğurlar Çox arzulayıram. sağ olun Telli xanım. Abbas müəllim buyurun siz işləyin. Telli xanım nə lazımdır, elə dedi, elə doğrudan da bu üç ifasının üçünü də bir-birindən ayırmaq olmaz. İndi xırda şeylər var, çox gözəl ifa elədi Şahin. Doğrudan da çox xoşuma gəldi. Bəstəkar havalarında Cahangir, Allah rəhmət eləsin, Cahangirovun mahnısında, sonra Sigah təsnifin gözəl ifa elədi. Ondan sonra orada bir tərkib elədi, o da gözəl oldu. Ondan sonrası bir mahnı vardı, o da çox gözəl alındı. Demək olar ki, elə Telli xanım demişkən super, gözəl idi, hamısı gözəl idi. Şəhriyarın ifası tamamilə çox yaxşıdır, çox bir balaca, əvvəl çaldığı havada bir balaca ritim nizamsızlığı oldu, ritim pozğunluğu oldu. O da sözsüz indi ola bilər də, efirə görə canlı yayında ola bilər. Amma qaldı ifası çox gözəl, çox barmaqları, çox iti barmaqları, gözəl barmaqları, elə yeri gəlmişkən Aşıq Ədalətdə salamlayırıq buradan. Çox gözəl. Qaldı ki, Telmana, Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır da, bunun nə söz söhbət ola bilər. Telmanın maşallah ifası doğrudan da çox gözəl, o Şirvan şirinliyi, Şirvan gözəlliyin, öz o sadəliyin saxlayıb, çaldığı havalar çox gözəl, Şirvan şikəstəsini çox gözəl ifa elədi və elə üstəlik o klasik havadan əlavə özünün öz güllərini də, əlavə güllər də gətirdi ora. Ondan sonra ifa elədi ki, kəndimiz havasında çox gözəl ifa elədi, yəni ona ağır gözəlləmə deyirlər. Orta müxəmməsi laf gözəl ifa elədi, o şikəst fars yerində çox gözəl ifa elədi, amma bir orada bir ağır şikəst fars eləsəydin, laf əla olardı. Əladan da əladır, uğurlar arzulayıram. Orta müxəmməsi, oxuduğun, çaldığın o ikinci hava orta müxəmməs idi, yəni hamı bilir burada bunu. Yəni Allah rəhmət etsin, rəhmətli Yaşıq Şakir o orta müxəmməsi oxuduğu səhərdir, havası var. Yəni çox havalar var, indi onların hamısını açıqlamaq istəmirəm. Onun da yenə elə ilk ustadı, o yol göstərəni, ərz elədim, Nəzakət xanım onun musiqi məktəbində dərs deyir, yəni Qobustan Təkləh musiqi məktəbində dərs deyir. Onun da kötüyü bağlıdır Ulduz xanıma, ilə yeri gəlmişkən Ulduz xanımı da, Nəzakət xanımı da buradan alqışlayırıq. Onlara da salamlayırıq. Sağ olsunlar. Yenə də nə deyim valla, mənlik olsa, mənlik olsa... Çox sağ olun Abbas müəllim, vaxtı da nəzərə alaq. Mənlik olsa elə bunların üçünü də birinci yerə paraqlı finalacaq gitsin. Sağ olun Abbas müəllim, alqışlayırıq Abbas müəllimi və Nemət müəllim buyurun sizi işləyik. Təşəkkür edirəm. Çox çətin bir məqamdadır uşaqlar üçün də, elə bizim üçün də. Uşaqlar qədər də mən həyəcanlanıram. Görəsən onlar sazı ifa eləyəndə hansı çətinliklərdən keçir. Çünki mən də bu müsabiqələrin iştirakçısı olmuşam, bilirəm nə deməkdir. Mən öncə onu qeyd etmək istəyirəm ki, bugün çox çətin bir hava ilə başladılar. Çətin hava ilə başladılar və bu cəsarətlərinə görə onları mən alqışlayıram. Əhməd Cavadın sözlərində yazılmış Üzeyir Hacıbəyovun bəstələdiyi Çırpınırdın Qaradəniz sanki elə xalq mahnısına çevrilib. Bütün Azərbaycan və Türk dünyasının dilinin əzbəridir. Ona görə də bu cür mahnını ifa edən Tək sən səslə məni, Baş Sartel, Şirvan şikəstəsi, valla bunların hər biri durnalar, çox yüksək səviyyədə olan bir havalar olmaqla bərabər, mən deyərdim ki, bugünkü iştirakçılarımız artıq təcrübələnib. Və bilirlər sonunda nə ifa etmək lazımdır. Düzdür, onlarda müəyyən qüsurlar var idi. O qüsurları hələlik mən sadalamayacağım. Çünki rəhmətli Hüseyin Arif tozlu bir oğlandan soruşdu ki, haradasan bala? Dedi tozdan. Dedi toz deyilə qazağın filialdır, mən yeri bazlıq eləmirəm. İndi müsiflərimiz sağ olsun, çox yüksək qiymət verdiyi üçün mən daxil dalamıram. Çox sağ olun Nemət müəllim və Aşıq Dəmir Gedəbəyli buyurun. Demək istəyirəm uşaqlar, hər üçünüzə əhsan. Mən diqqətlə dinlədim, sizi həqiqətən bugünkü ifa etdiyiniz havalar, mahnılar çox çətin mahnılar idi. Hətta belə deyim, çox az işlənən havalar idi. Şahin, sənin barmağın çox çevik barmaqlardır. Çox təcrübəli, çox biləyin də maşallah. Yəni, o xırda qüsur ola bilsin 20 ilin, 30 ilin aşığında da ola bilir. Yəni, o sizin üçün elə böyük qısır deyil, səhv deyil. Şəhriyardakı çox yaxşı vəhdəti var sazına, yaxşı jestləri var. Əhsan, çaldığın havalarda, xüsusən bax, tamaşaçı üzbə-üz sən ofsunlaya bilirsən. Bizim Telman Şirvanlı, baxma ki, barmaqlar rahatdır, amma
sazla havanın bağlılığı, şirinliyi, ünsiyyəti çox natiq barmaqlarım var. Çox aydın, dolğun, bəli, çox gözəl. Əşq olsun hər üçünüzə. Sizin bu axşamki ifalarınız bir çox saz ifaçılarına nümunə olsun. Çünki mən gedirəm toylarda, bəzən toyda yeri oturub saz çalanlara, sazı çala-çala sinəsində tenis topu kimi atılıb düşənlərə nümunə olsun. Heç kimə ixtiyar verilməyib ki, sazı şəxsi mülkiyyət əşyası hesab edib, sazla istədiyi kimi davrana bilməz. Mümkün deyil. Sazı layiqli yaşadanlara eşq olsun. Sağ olun, eşq olsun bizim dəyərli müsiflərimizə və hal-hazırda olan səs faizləri. Yenə də ilk yerdə Telman Kərimovda 34,54 səs faizi var. İkinci Şahin Süleymanov 33,4 səs faizi var və Şəhriyar Şahverdiyev 32,42 faiz səsə malikdir. Alqışlayırıq hər 3 iştirakçını və onlara səs göndəririk. Demək olar ki, verilişimizin sonlarına doğru gedirik. 15-20 dəqiqə qalıbdır ki, bizim stop deməyimizə. Fəal olun, səs göndərin. Növbəti ifalara keçəkmi? Lakin keçəcəyik, lakin reklamlardan sonra. Reklamlar. Bir də axşamınız xeyir olsun, dəyərli tamaşaçılar. İlin bir əsr solo saz müsabiqəsindəyik və reklam fasiləsi zamanı gördüyünüz kimi səs faizləri kəskin dəyişibdir və ilk yerdə, birinci yerə Şahin Qazaxlı çıxır. 33,94 səs faizi var. Telman Kərimov 33,45 faiz səsə malikdir və üçüncü yerdə Şəhriyar Şahverdiyevdə 32,61 səs faizi var. Dəyərli tamaşaçılar, fəal olursunuz, səs göndərirsiniz. Hər bir iştirakçıdan cəmi bir hava eşidəcəyik, bir mahnı eşidəcəyik. Odur ki, sonuncu SMS-lərdir ki, göndərirsiniz. Mən isə dərhal zaman itirmədən Şəhriyar Şahverdiyevi dəvət edirəm sonuncu ifası üçün yarın final günü. Buyur Şəhriyar, səs göndərmək üçün bir səs üçün 93-211-ə, 10 səs üçün 93-310-a və 30 səs üçün 93-230-a boş SMS göndərin. Buyur. Çox sağ olun. Mən də Laçının 125 kəndindən olan hər birinizdən bir səs gözləyirəm. Hər birinizdən. Və Pənah müəllimdən səs gözləyirəm. Xətrin çox istədim, Pənah müəllimdən səs gözləyirəm. Məhi müəllimdən səs gözləyirəm. Ən başından mənə dəstək olanlardan hər biriniz. Şəhriyar, vaxtımız çox azdır. Bir bənd Telli xanıma. Yox, vaxtımız yoxdur. Qaydalara görə olmaz. Buyur. İfanı eşidirik. Alqışlayırıq Şəhriyar Şahverdiyev.
Təşəkkür edirik. Şəhriyar Şahverdiyev və dərhal növbəti ifaya keçirik. Telman Kərimov səhnəyə gəlir. Telman hazırlaşıncaya qədər hal-hazırda olan səs faizləri 33,85 səs faizi ilə Şahin Süleymanov öndədir. 33,37 səs faizi Telman Kərimovda və Şəhriyar Şahverdiyevdə 32,77 səs faizi var. Buyur Telman. Və bir daha yenə də axşamınız xeyir olsun. Mənə dəyərli münsiflərimin də çox mənə köməkli olub. Elə Telli xanımın da, Abbas müəllimin də, Neymət müəllimin də hamısına öz təşəkkürümü bildirirəm. Çox sağ ol və Telman vaxtımız çox azdır. İfanı istəyəcəm. Dostolan Şıxvəli dayıdan səsləyirəm və bütün Şirvanlardan və Azərbaycan xalqından səsləyirəm. Alqışlayırıq Telman Kərimov. Telman Kərimov və dərhal növbəti ifaya keçirik. Şahin Qazaxlı gəlir, alqışlayırıq və hal-hazırda olan səs faizləri 33,57 səs faizi Şahin Süleymanov, 30 dəyişdi səs faizləri. Şahin, ləngitməyə səs faizlərini tamaşaçılar özləri görür. Mən də Qazax rayon polis şöbəsinin rəisi Zöhrab müəllimdən dəstək gözləyirəm. Şuşa polisinin rəisi Orduxan müəllimdən dəstək gözləyirəm və baş sarter ruhani sevənlərdən hərəsindən bir dənə səs gözləyirəm. Aşıq Şahi Qincəliyə öz minnətdarlığımı bildirirəm. Aşıq Avdiyi salamlayıram. Aşıq İlham Aslanbəliyi salamlayıram. Və üstadları salamlayıram. Gözəl ifanı eşidək vaxtından gedir. Alqışlayırıq. Şahin Süleymanov.
Süleymanov. Şahin Süleymanov. Gəlin hər 3 iştirakçımızı alqışlayaq. Və üçünü də yanıma dəvət edirəm. Çünki bir neçə saniyə sonra stop deyəcəm. Sonuncu səs göndərmək imkanı yaradıram sizə. Sonuncu SMS-lərinizi göndərirsiniz və mən stop deyirəm. Hazırlaşın və stopdan öncəki nəticələri görürsünüz. 34,4 səs faizi Telman Kərimovdadır, önə keçdi. 33,82 səs faizi Şahin Süleymanovdadır və 32,14 səs faizi Şəhriyar Şahverdiyevdədir. Son SMS-ləri göndərirsiniz və belə deyək, hərəniz bir kəlmə müraciət edə bilərsiniz. Son müraciətlər Şahin səndən başlayaq, buyur. Mən də bütün Qazaxlılardan dəstək gözləyirəm və məni sevənlərdən, mən sevənlərdən dəstək gözləyirəm. Bütün Qazax mahalından dəstək gözləyirəm. Allah hər birinə can sağlığı verir. Sağ ol Şahin, Telman səni dinləyək, buyur. Və mən də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı və polkovnik Şikarov Altaydan səsləyirəm və Şikarovlardan səsləyirəm. Və Şəhriyar? Qazaxlılardan dəstək gözləyirəm. Bütün Türk dünyasından dəstək gözləyirəm. Abşeron icra hakimiyyətindən dəstək gözləyirəm. Var olasın. Çox sağ ol Şəhriyar. Və stop deyirəm. Stop deyirəm və nəticələr hesablanıncaya qədər gəlin favorit ansamblını alqışlayırıq. Gözəl ifasına görə bədii rəhbəri Anar Səfərovdur. Dəyərli münsiflərimizi alqışlayırıq. Fəxri qonaqlarımız oldu bu günlərim. Onları alqışlayırıq. Aşıq Oqtay Xanoğlu və Değişmə 2 Aşıq layihəsinin qalibi, dəyərli dostum Aşıq Şaiq İncəlini alqışlayırıq. Şaiq müəllim tərəfkeşlik olmasın deyin, Qazaxdan ediz, ona görə söz vermədik bugün. Və əziz tamaşaçılar, gəlin özümüzü alqışlayaq. Və son nəticələr artıq hesablanır. Demək olar ki, hazırdır. Artıq növbəti həftə 2 iştirakçımız mübarizə aparacaqdır. Bir iştirakçımız isə məğlub olaraq layihəni tərk edəcəkdir. Bəri başdan deyim ki, hər bir iştirakçının öz SMS nömrəsi özündə qalır final üçün. Hansı iştirakçılar finalda olacaqsa öz SMS nömrələri olacaqdır və beləliklə 21 əsr solo saz müsabiqəsinin finalında mübarizə aparacaqlar 2 iştirakçımız. Çox həyəcanlı anlardır və nəticələr hazırdır. 34,63 səs faizi ilə Telman Kərimov və Şahin Süleymanov 33,96 səs faizi ilə, Şəhriyar Şahverdiyev də 31,41 səs faizi ilə məğlub oldu. Şəhriyar, sənə uğurlar arzuluyuruq. Dəyərli tamaşaçılar, Şahin Süleymanov üçün SMS nömrələri finalda 1 səs üçün 93-226, 10 səs üçün 93-20 və 30 səs üçün 93-30. Telman Kərimov üçün 1 səs üçün 93-212, 10 səs üçün 93-229 və 30 səs üçün 93-250. Növbət həftənin 4-cü günü 21 əsr solo saz müsabiqəsinin finalında görüşmək ümidi ilə sağ olun, salamat qalın.